Çox paradoksal bir mənzərədir. Deməli, ayın 23-ü yanvardan Əliyevlərin gəlini Alyona Qonçar haqqında sosial şəbəkələrdə, medialarda yeni araşdırmalar çıxıb. Hansı ki, bu araşdırmalara rəvac verən Əliyev ailəsinin özüdür. Hansı ki, Azərbaycanda uzun illərdir hakimiyyəti qəsb eləyiblər. Və 2022-ci ildə, noyabrda Bala Heydərin daldan şəkli ilə, o cümlədən Alyonanın da daldan şəkli ilə Azərbaycan xalqına hörmətsizcəsinə açıqlama verdilər ki, Bala Heydər evlənib. Hansı ki, Bala Heydər İqtisadiyyat Nazirliyində yüksək vəzifə tutur. O cümlədən də İsveçrədə, Davosda rəsmi görüşlərdə bilirsiniz ki, iştirak edib. Yəni, Azərbaycan xalqının haqqıdır ki, Bala Heydər haqqında onun o bu günlərdə siyasi ictimai arenada özünü reklam edən arvadı Alyona haqqında bilsin, məlumatlı olsun ki, bu kimdir? Bu Alyona bəlkə ermənidir, bu Alyona bəlkə hansı ölkənin casusudur? Bu Alyona kimdir? Və onlar bizi məcbur elədi ki, biz bu məsələni araşdıraq. Nəticədə çox eybəcər bir demək məsələ çıxdı ortaya, araşdırma çıxdı ortaya. Məlum oldu ki, bu Alyona ən əxlaqsız, Dubaydan tutmuş Misrə qədər, Fransaya qədər eskort fəaliyyəti göstərmiş bir yaramazdır. Və Bala Heydəri də Fransada ələ keçirtmiş, bəlkə də bir casusdur. Çünki bir əxlaqsızın, bir Azərbaycan mentalitetinə, Azərbaycan xalqına layiq olmayan bir yaramazın Azərbaycan cəmiyyətinə xanım, nümunəvi xanım kimi rəhbər ailənin demək nümayəndəsi kimi təqdim olunması həqiqətən də bizim təhqir olunmamızdır. Onun üçün hər bir kəs bu məsələdə aktiv olmalıdır. Bu əxlaqsızlığı, bu özbaşınalığı Əliyev tayfasının cinayətlərini, korrupsiyasını, bu cür əxlaqsız həyat tərzini, Azərbaycan xalqının büdcəsini bu cür əxlaqsızlara xərcləməsinin qarşısını almalıyıq.